Arkadaşlar, xoş gördük hər birinizi. Bugün biz sizinlə 50 sınaq toplusundan ikinci sınaqla tanış olacağıq. İlk öncə onu nəzərinizə çatdırım ki, səsləndirməni 2 dəfə eləyəcəm. Birincini sizin dinləməyiniz üçün, ikincini isə bərabər müzakirə etməyimiz üçündür. Həmişəki kimi listing mətn 1, mətn 2 üçün ayrıca lüğət çıxartmışam siz üçün. Hansı ki, vacibdir bunu öz lüğətinizdə, söz bazanızı genişləndirmək üçün istifadə etməyiniz, öyrənməyiniz, qeyd etməyiniz. Elə isə başlayaq. Lecture mühazirə deməkdir, universitetdə keçirlər. Geography, economics, coğrafiya, iqtisadiyyat, degree dərəcə deməkdir. İstir elmi dərəcə, istir bucaq dərəcəsi kimi sözlərdən istifadə oluna bilər degree. Course, kurs, graduated, məzun olmaq, bookshop, kitab mağazası, campus, universiteti bir şəhərcik, huge, nəhəng deməkdir. Bizdə mətndə bunun sinonimi enormous sözü istifadə olunub. 2-nin C variantında bunu da yadınızda saxlayın. Accommodation sözü qalmağa yer, yəni yaşayış yeri. Shared house tələbələrin qaldığı evlər, yəni bir neçə nəfərlə bərabər yaşayış evinə deyirlər. Expensive bahalı. Cheapest option ən ucuz. Buradan 2 dənə söz antonim öyrəndik. Expensive bahalı, cheapest ən ucuz deməkdir. Get lost, lost itirməkdir, get lost da azmaq deməkdir. Eventually nəhayət ki, sonda deməkdir. Hansı ki, biz essay yazanda conclusion hissəsində bu sözü veririk, istifadə edirik. Environmental charity, ekoloji xeyriyyə təşkilatı deməkdir. Encouraging, ümidverici, həvəsləndirici və yaxud cəsarətləndirici mənası var. Courage, cəsarətləndirmək deməkdir. Və being crazy də ki, çox gərgin, çox qarışıq deməkdir. Okay, bu bizim mətndə listingi işləməmişdən əvvəl lazım olan lüğət toplumumuzuydu. İndi isə gəlin səsləndirməyə qulaq asaq. Hi, my name is Tim. Hi, I'm Maya. Nice to meet you. You went to Professor Lee's geography lecture yesterday, did you? Yeah, I think this was the first geography lecture. That's why I didn't understand very much. Neither did I, but don't worry about it. Yeah, I suppose so. Anyway, how is your first week going? Oh, it's just been crazy. I haven't stopped since I got here. Neither have I, and it's a huge campus. I keep getting lost. Yes, so do I. Yesterday I was walking around looking for the bookshop. Did you find it? Yes, eventually, but it took me about half an hour. Well, at least you found it in the end. Maybe you should get a map. I did have a map, but I couldn't work out where I was to start with. So, what are you studying? I'm doing a degree in environmental science. Are you? My brother's done that course. He graduated last July. Did he? Has he found a job yet? Yes, he has, actually. He has just started working for an environmental charity in London. He does not get paid very much, but it's a start. Well, that's encouraging. And what are you studying? Geography and economics. People think economics is really boring, but I don't. I do find it quite difficult, though. Yeah, I'm not surprised. I would be completely confused. Yeah. Anyway, do you live here on campus? No, I don't. I was told to do so, but it was really expensive. So I'm living in a shared house about 2 miles from here. It seemed the cheapest option. Right. I have to go. I have got a lecture at 2 o'clock. So have I. See you again soon. Yeah, hope so. Try not to get lost again. I will do my best. Bye. Yoldaşlar, burada option sözü var. Option sözü seçim deməkdir. Çoca bərabərdir seçimə, bərabər sinonim kimi götürə bilərsiniz. İndi isə yenidən səsləndirməni qoşun. Bu səfər isə hər bir kəlmə qarşımıza çıxdıqda cavablandıracağıq mətni. My name is Tim. Hi, I'm Maya. Nice to meet you. You went to Professor Lee's geography lecture yesterday, did you? Yeah, I think this was the first geography lecture. That's why I didn't understand very much. Neither. But don't worry about it. Yeah, I suppose so. Yoldaşlar, deməli burada deyir ki,
Və sən dünən getdin professor Lee'nin coğrafiya mühazirəsinə dünən. O da dedi ki, bəli, mən düşünürəm ki, ilk mühazirə onun idi. Amma deyir, that's why I didn't understand very much. Amma buna görə də çox xatırlamıram. Yəni qarışıq sayıram. Mən bunu tam başa düşmürəm. Qarşılığında o da deyir ki, necə dedi? Elə deyir mən də. Buradan belə bir nəticəyə gəlir ki, birinci sualda C variantında deyir ki, the first geographical lecture was confusing both for Tim and Mia. İlk bu coğrafiya mühazirəsi həm Tim üçün, həm də Mia üçün nə idi? Qarışıq idi. Confused, understand sözündən burada confused sözünü bir götürə bilərik. Anyway, how is your first week going? Oh, it's just been crazy. I haven't stopped since I got here. Burada dayanaq, variantlarda verilən deyir ki, it's just been crazy. Yəni çox qarma-qarışıq idi. Baxın, birinci sualın D variantında Mia and Tim's first week in the campus was quiet deyir. Ona görə bu yanlışdır. Quiet sakit deməkdir. Elə yoldaşlar, bu söz qarşımıza çıxmışkən onu da nəzərə çatdırım ki, quiet sözündən bir də quiet sözünün oxşarı var. Bu söz qarışdırılır. Quiet sözünün axırı t ilə bitir. Sakit sözünün də axırı t ilə bitir. Bunu belə yadda saxlayın ki, quiet sakit deməkdir. Amma digər sözümüz axırı e ilə bitən isə kifayət qədər deməkdir. Bunu da belə yadda saxlamaq üçün sizə üsullar dedim. D variantı ona görə yanlış olur və bu arada transkript materiallarında altından xətt çəkilmiş, dalğalı belə verilmiş sözlər artıq digər variantlarda yanlış çıxan sözlərin izahıdır. Hansı ki, mən burada crazy sözünün də altından xətt çəkmişdim. Birin D variantında da məsəl üçün onu yanlış versiyada vermiş. Neither have I. It's a huge campus. I keep getting lost. Baxın deyir, and it's a huge campus. Bayaq dedim ki, huge sözünü yadımızda saxlayaq, nəhəng deməkdir. 2-nin sualında deyir ki, Tim gets lost on the campus frequently because Tim tez itirdi bu kampusda frequently tez deməkdir. Çünki niyə görə itirdi? Deyir, it's huge campus. O nəhəng bir kampusdur. İndi burada nəhəng sözünün sinonim kimi enormous sözü verib. It's enormous in the size. Yəni onun ölçüsü nəhəngdir. Bir də C variantı götürmüşdük. Qeyd eləyək birinci variant olduğunu da. 1C, 2C oldu. İndi ardını dinləyirik. Yeah, I. Yesterday I was walking around looking for the bookstop. Did you find it? Yeah, eventually, but it took me about half an hour. Deyir ki, bununla razılaşır və deyir, mən dünənləri deyir, axtarmışam da saatlarla bookshopu. Nə qədər vaxt aldı? Deyir, tapa bildin onu? O da deyir ki, but it took me about half an hour. O məndən 1 saat yarım aldı. Bir də 3-cü sualda deyir ki, hansı sualın cavabı var? Baxın, A variantında deyir ki, how long did it take me to find the bookshop? Nə qədər vaxtını aldı onun bu kitab mağazasını tapmaq? 3-cü sualın da cavabı oldu burada. Keçək ardına. Well, at least you found it in the end. Maybe you should get a map. Deyir ki, yaxşı, axır ki, ən azından sən tapa bildin oranı. Ya da ki, sən xəritədən istifadə etməlisən. Baxın, 4-cü sualda deyir ki, what did Tim advise Mia to do? Nə eləməyini Tim məsləhət gördü Mia'ya? Advice məsləhət görməkdir. Orada da olacaq cavabımız D variantı. To use a map not to get lost. İtməmək üçün xəritədən istifadə etmək. I did have a map, but I couldn't work out where I was to start with. So, what are you studying? I'm doing a degree in environmental science. Are you? My brother's done that course. He graduated last July. Burada deyirəm yoldaşlar, baxın mən deyir, qardaşım da bu kursu bitiribdi və bu kursu bitirən onun qardaşıdır. İndi hansı kursunda onun haqqında da danışacaq, diqqət edək bu yerə. Çünki birinci variantında bizi çaşdırmaq üçün deyir ki, Tim qutarıb Environmental Sciences kursu. Və onun qardaşına söhbət gedir. Did he? Has he found a job yet? Yes, he has actually. He has just started working for an environmental charity in London. He does not get paid very much, but it's a start. 5-ci suala baxırıq. Deyir ki, mətn dialoqdan açıq-aydın nə aydındır?
B variantında deyir ki, Tim's brother is working for an environmental charity. Timin qardaşı, charity sözünü biz keçən sınaqda da işləyəndə görmüşdük. Xeyriyyə demək idi mənası. Yəni ətraf mühitin qorunması ilə bağlı bir işlə işləyir Timin qardaşı. Amma burada baxın, birinci variantı deyir ki, Timin özü artıq buradan məzun olmuşdur. Söhbət onun qardaşından gedir. Mətndə də bu açıq-aydın bildirilir. Ardına qulaq asaq. Well, that's encouraging. And what are you studying? Geography and economics. Most people think economics is really boring, but I don't. I do find it quite difficult though. Burada deyir ki, most people think economic is really boring, but I don't. Əksər insan düşünür ki, həmin bu iqtisadiyyat həqiqətən sıxıcıdır, boring sıxıcı deməkdir. Interesting sözünün antonimidir. But I don't, amma mən elə düşünmürəm deməkdir. Burada baxın deyir ki, Tim thinks that economics is completely boring. Tim düşünür ki, həmin bu ekonomiya, iqtisadiyyatda, yəni sahəsi tamamilə sıxıcıdır. Amma orada əksinə deyir, əksər insan belə düşünsə də mən elə düşünmürəm. Ona görə C variantı yanlışdır 5-də. Yeah, I'm not surprised. I would be completely confused. Yeah. Anyway, do you live here on campus? No, I don't. I was told to do so, but it was really expensive. So I'm living in a shared house about 2 miles from here. It seemed the cheapest option. Burada deyir ki, bəs sən kampusda qaldın, yaşayırsan. O da deyir, yox. Baxın, orada deyir, Mia was suggested to live in a shared house. Mia o təklif olunmuş evdə yaşayır. Bu da deyir, xeyr. Mən harda yaşayıram deyir. Deyir, baha olsa da mən hardasa 2 mil aralıdakı burada yaşayıram. Hansı ki, bu daha ucuz bir seçim kimi görsənir. Yəni o kampusda yaşamır. Right. I have to go. I have got a lecture at 2 o'clock. So have I. See you again soon. Yeah, hope so. Try not to get lost again. I will do my best. Bye. Yoldaşlar, listening materialından bu qədər. İndi isə artıq mətnlərə keçirik. Onu da nəzərinizə çatdırım ki, yenə mətnlərə keçməmişdən qabaq lüğətlə tanış olacağıq. Gamification mətnidir, oyunlaşdırmaq deməkdir. Gamification, engaging, maraqlı, cəlb edici, addiction, adətçi, asılı, vivid example, canlı nümunə, vivid canlı deməkdir. Extreme cases, extreme kəskin deməkdir. Casedə hallar deməkdir. Dedication, fədakarlıq deməkdir, həsr etmək mənası da var. Devoted də bərabərdir sinonim olaraq. Loyal, sadiq mənada da bu iki sinonim kimi götürülə bilər. Psychological manipulation, psixoloji manipulyasiya, lose focus, itirmək. Nəyə itirmək? Diqqəti. Focus on, bir şeyə diqqət, konsentrasiya olmaq deməkdir. Progress, tərəqqi, inkişaf deməkdir. Competition, rəqabət, reward, mükafat, mükafatlandırmaq, status and respect, status və hörmət. Bu arada biz geçən dəfə sınaq 1-dən statue sözü keçmişdik. Statue nə idi? Bəlkə kim bilir? Yorumda qeyd eləsin. Keep us hooked, artıq özünə bağlamaq, asılamaq deməkdir. Immediate sense, dərhal yaranan hiss deməkdir. Transform, change-in sinonimidir, dəyişmək, çevrilmək deməkdir. Repetitive task, təkrarlanan işlər, tapşırıqlar. Switch off, artıq marağını itirmək, uzaqlaşmaq mənası da daşıyır özündə. Productivity, məhsuldarlıq deməkdir. Take advantage of, nədənsə faydalanmaq, üstünlük kimi də tərcümə oluna bilir. Sonra cardiac arrest, ürək dayanması. Tragic reminder, faciəvi xatırlamaq. Bu arada remind, xatırlamaqdır. Forget, unutmaq deməkdir. Virtual environment, virtual mühit və puppet sözü var. Kuklalar, yəni oyuncaqlar deməkdir. Bu bizim lüğətimiz idi, yoldaşlar. Qeyd eləməyi unutmayın özünüzdə. İndi isə keçək suallara. Lee's obsessions with the video game led to his death in the hospital. Deyir, Lee'nin bu takıntılı olmağı oyuna səbəb oldu. Led to, səbəb olmaq deməkdir. Onun xəstəxanada ölümünə. Bəli, yoldaşlar, bunu eyni ilə cümlə burada veribdir. Baxın, deyir ki, axırda, 2-nin axırında. He suffered cardiac arrest and eventually died in the hospital. Deyir, o əziyyət çəkdi ürək dayanmasından və nəhayət xəstəxanada öldü. Ona görə də biz 6.1-i true olaraq qeyd edirik.
6.2'də deyir ki, repetitive task at work have the same addictive effect as those in the video games. Deyir, həmin bu işdə təkrarlanan tapşırıqlar eyni ilə oyundakı kimi bizi eyni təsir eləyir də, aludəçilik təsiri bəxş edir, bizə eyni effekti verir. Bu yanlışdır. Nəyə görə yanlışdır? Baxın, onu burada veribdir. Deyir ki, interestingly, while repetitive tasks at work or school make us switch off, the same task in the game keep us hooked. Interestingly, maraqlıdır ki, while sözünü biz indiyə kimi, yəni məktəb səviyyəsində while-ı arkan, dıqca kimi götürürdük, amma magistr səviyyəsində while sözü baxmayaraq kimi tərcümə olunur. Amma baxmayaraq ki, həmin bu işdə və yaxud məktəbdə təkrarlanan tapşırıqlar bizdə uzaqlaşdırır özündən, yəni marağını itirir. The same task, eyni tapşırıqlar in game oyunda keep us hooked, yəni bizi özünə asılı edir, aldaç edir. Yəni birində işdə və yaxud məktəbdə verilən tapşırıqlar bizi özünə uzaqlaşdırdığı halda digər özünə bağlayır. Bu tamamilə bir-birindən təzadda, yəni əks fikir yaradır. Amma burada deyir ki, eyni, the same addictive effect, eyni aldaçilik təsiri yaradır deyə bu olur yanlış, false olur. 6.2-ni götürürük, false. Aha yoldaşlar, ardına keçdik. Deyir ki, gamification aims to use game elements to improve real world productivity. Həmin bu oyunlaşdırmanın məqsədi oyundakı bu elementlərdən istifadə edərək öz real həyatın məhsuldarlığını artırmaqdır. Bunu true götürürük. Çünki mətndə deyir ki, experiments are starting to think about how to take advantage of these addictive elements to help us to do real world tasks. Deyir ki, həmin bu ekspertlər artıq düşünməyə başlayıblar ki, onlar bu aldaçiliyin bacarıqlarından necə bir real həyatda istifadə tapşırıqlara çevirəcək bir avantaj kimi istifadə eləsinlər və bunun haqqında danışır deyə 6.3-ü doğru götürürük. All experts agree that gamification is a safe and beneficial method. Deyir, bütün ekspertlər razılaşırlar ki, həmin bu oyunlaşdırma deyir, təhlükəsiz və beneficial nə deməkdir? Gəlirli bir metoddur, faydalı bir metoddur. Bu yanlışdır. Bir dənə sizə onu nəzərinizə çatdırım ki, yoldaşlar, bu true false tipli tapşırıqlarda 4'ü bizə 1 bal verir. 4'ünü düz yazsaq. Birini səhv yazsaq yarım bal verir. İkisini səhv yazsaq 0 bal verir. Və bu tip tapşırıqların açar sözlərindən biri, mən sizə keçən dəfə dedim ki, əgər cümlədə əksər sözü, çox sözü, az sözü varsa, only sözü varsa, hamı, heç kim sözü varsa, siz buranı 2 qat diqqətlə oxumalısınız ki, səhv çıxma, yəni false çıxma ehtimalı yüksəkdir. Baxın, all verib, bütün ekspertlər veribdir, amma bizə mətndə deyilir ki, baxaq burada hardadır? Baxın buradadır. Deyir, critics argue that gamification must just be a new term for the old art of the psychological manipulation. Deyir ki, bu tənqidçilər razıdırlar ki, argue that iddia eləyirlər ki, həmin bu oyunlaşdırma psixologiyada bu manipulyasiya sənətin üçün yeni bir termin gətirə bilər. Və ardınca deyir ki, they worry that turning life into a series of rewards and levels might make us lose our true purpose. Və biz bu manipulyasiya sənəti deyəndə nəyi nəzərdə tutur? İnsanlar öz əsas məqsədlərindən caya bilərlər, uzaqlaşa bilərlər. Bunu nəzərdə tutur. Deməli, onların hamısı razı deyil də, aydın oldu. Və cümlə də elə onunla başlayır ki, not everyone is comfortable with this modern trend. Və ona görə də bütün ekspertlərin bu razı olduğu iddiası, düşüncəsi false olur. 7-ci sualda deyir ki, what's one of the main reasons why video games are so appealing to players? Appealing sözü cəlbedici deməkdir, cəlb olunur. Deyir, oyuncular nəyə görə, səbəblərindən biri nədir bunların belə cəlb olmağına səbəb? Cavabımız B variantıdır. Bunu mətndə deyir. Onlar, yəni, qarşılıq ala bilirlər öz ani dəyişikliklərinə, uğurlarına qarşı və bunu mətnin hansı hissəsində qeyd edib, o burada deyir. Games provide an immediate sense of progress through experience point. Expedia adlandırıb bunu. Yəni, həmin bu oyunlar bizi nə ilə təmin edir? Dərhal
tərəqqi, yəni dəyişiklik, inkişafımızla bağlı həmin bu eksperiment nöqtələri ilə feedback geri rəy almaq deməkdir, geri dönüş ala bilirlər, yəni bununla bağlı. Təmin edir deyə anında bununla bağlı bir qarşılıq ala bilirlər deyə bu onlar üçün appealing, yəni cəlbedici görsənir oyun oynayanlar üçün. Getdi də cavabımız oldu B variantı. While hard tasks at school often make us lose interest and switch off, baxmayaraq ki, həmin bu məktəbdə bu gərgin tapşırıqlar, hard task, repetitive sinonimidir həm də təkrarlanan çətin tapşırıqlar bizim artıq lose interest marağımızı itirməyimizə və uzaqlaşmamıza səbəb olur. İndi o cümlənin ardını eyni ilə burada dedik. Baxın, ardıca nə deyirdi? The same task in games keep us hooked. Eyni tapşırıqlar oyunda bizi daha da bağlayır özünə, asılı saxlayır yəni. Ona görə də bu fikir eyni ilə B variantında verib ki, comparable monotonous activity within game maintain a player's interest. Yəni həmin bununla müqayisədə bu monoton aktivitelər oyunda dəyişməyəndə monoton eyni olan oyunlar amma marağın saxlayır oyunçular üçün. Maraqlı qalmış olur. Maintain qalmaq, saxlamaq. Players interest oyunçuların marağını saxlamış olur. Yəni baxmayaraq ki, məktəbdə tapşırıqlar bizi eyni bir tapşırıq özündən uzaqlaşdırır, sıxılırıq. Amma oyunda bununla müqayisədə oyunda monoton aktivitelər bilə maraqlı qalır oyunçular üçün. Ona görə də 8-də olur cavabımız B variantı. Yəni biz bir növ cümlədəki fikri eyni saxlamaqla sözləri dəyişib paraphrase elədiyi cümləni. Okay, 9-da dedication sözünün mənasını istəyir. Hansı ki, biz mətnə başlamamışdan əvvəl bu sözün mənasını dedik. Həsr etmək deməkdir yoldaşlar mənası. Və orada bir şey də həsr edəndə sən artıq the willingness to give a lot of time and energy to something, bir şey etməyə, eləmək üçün çoxlu enerji və yaxud vaxtımı vermək istəyinə deyirlər. Willingness istək, arzu deməkdir. Bu da özünü həsr etmək demək olur, həsr etmək. 10-cu sualda hansı sualların cavabı var deyir. Yoldaşlar diqqətli olaq, does və yaxud doesn't da verə bilərlər. Ona görə şərti %100 təkrar diqqətli oxuyun. Və bizdə birincidə nə deyir? Deyir ki, how long did Lee play StarCraft without any breaks? Yəni, nə qədər müddətdə Lee StarCraft oyunu oynadı fasilə vermədən? Bunun haqqında da danışır ki, he spent 2 full days and nights without food, sleep or even short breaks. Və deyir, o demək olar ki, 2 dolu həftəni gecə gündüz dayanmadan, yemək yemədən, yuxu yatmadan, hətta fasilə vermədən belə neynədir? Oynadı. StarCraft oynadı. Yəni ona görə də birin cavabı olur. Biri götürürük. Okay, 2-də nə deyir? 2-də deyir ki, what are the 3 elements that make gaming addictive? Bəs deyir, nə 3 dənə səbəb var ki, oyunu daha adəçi halına gətirir. Nədir bu adəçiliyin 3 səbəbi? Və bunu da bizə yuxarıda sayır. Baxın, deməli yoldaşlar. Deyir, first, there is a competition. We are naturally willing to make great efforts to get ahead of others. Second, games provide an immediate sense of progress through experience point XP. And third, games reward effort with social status. Bizə yəni sosial mövqe gətirir, bizə təcrübələr, experience point verir və biz anında onlardan feedback rəy ala bilirik, düzdürmü? Bunlar haqqında yəni bizə səbəb kimi verilib. İlk üçünün də səbəbin ətraflı mətnində qeyd ediblər. Bizdən də o üçünün nə olduğunu soruşurdu. Deməli, 2-ni götürürük. Üçüncüdə deyir ki, how much did Lee's medical treatment cost his family? Yəni, bu Lee-nin xəstəxanadakı müalicəsi nə qədər baha başa gəldi? Bunun haqqında mətndə heç bir məlumat verilməyibdir. 4-cüdə deyir, what's the potential danger of gamification according to critics? Deyir, nədir bu əsas potensial təhlükə nədir bu tənqidçilərin fikrincə oyunlaşdırma ilə bağlı? Biz də bunu bayaqları gördük ki, manipulation sözünü qeyd elədi. Baxın, psixoloji bir manipulyasiya yarada bilir. Hansı ki, bunun nəticəsində insanlar öz əsas məqsədlərindən uzaqlaşa bilərlər, öz əsas məqsədlərini itirə bilərlər. Yəni, gecə-gündüz oyunu özlərinə seyirlər, onların real həyatda gördükləri işləri ikinci plan atmaqdan öz məqsədlərindən uzaqlaşmış ola bilirlər. Ona görə də 4-ü götürürük.
Why did Lee choose StarCraft instead of World of Warcraft? Yadınızda saxlayın, vacib kəlmələrdən birimiz də instead of deməkdir, əvəzinə deməkdir. Deyir, nəyə görə Lee seçdi StarCraft'ı World of Warcraft'ın yerinə? Bunun haqqında da mətndə heç bir məlumat verilməyibdir, yoldaşlar. 10-cu sualda da cavabımız oldu 1, 2, 4. İndi isə keçirik ikinci mətnimizə. İkinci mətnin də gəlin sözlərinə baxaq. Deməli, leisure time asudə vaxt deməkdir, boş vaxt deməkdir. Siz onun üçün spare time da bunun sinonimidir. Mətndə var, leisure'ın yerinə gəlin götürək. Spare və yaxud götürə bilərsiniz free time. Bunlar oldu bizim asudə vaxt, boş vaxt sözlərimizin sinonimi. Pastime əyləncə, məşğəliyyət deməkdir. Passive activities pasiv fəaliyyətlər deməkdir. Vacation istirahət, məzuniyyət, tətil deməkdir. Bunu keçən dəfəki sınavımızda izah eləmişdim ki, qarşısında on preposition işlənir. Satisfaction məmnunluq, razılıq, qane olmaq deməkdir. Busier than ever həmişəkindən daha məşğul, to be busy məşğul olmaq deməkdir. Sonra urban, city, environment şəhər deməkdir. Urban şəhərdir yoldaşlar. Rural kənd deməkdir. Bunu yadınızda saxlayın. Overload the brain beyni həddən artıq yükləmək deməkdir. Sonra crowded street, yəni səsli, küllü, izdihamlı bir basırıq bir küçə nəzərdə tutulur. Digər sözümüz bizim stimul deməkdir mənası. Stimullar, yəni qıcıqlandırıcılar, stimuli. Obesity, piylənmə deməkdir. Obez olmaq sözü yəqin ki sizə tanışdır. Noise and movement, səs-küy və hərəkət deməkdir. Attention span, diqqət müddəti. Memory, yaddaş. Problem solving skills, problemi həll etmə bacarıqları. Concentrate, cəmləmək, toplamaq, fikrini bir yerə fikirlə bağlı olur çox vaxt bu kimi sözlər. Restore mental energy, mental enerjini bərpa eləmək. Depressiya, bildiyimiz depressiya sözüdür. Countryside, kənd yeri, şəhər ətrafı da şəhərdən kənarda tərcümə olunur. National park, national milli deməkdir. Reconnect with nature, təbiətlə əlaqə qurmaq. Reconnect, əlaqə qurmaq deməkdir. Moderate exercise, mülayim, orta dərəcədə bir idman. Və beneficial, faydalı, xeyirli deməkdir. Bundan artıq neçənci dəfədir qarşımıza bu söz çıxır. Bu sözləri lüğətinizdə qeyd etməyi unutmayın. Bu bizim bu sınaqdan çıxartdığımız əsas sözlərdən ibarət idi yoldaşlar. İndi isə gəlin mətnimizə keçək. Deyir ki, despite percentage of increased business, modern individuals possess more leisure time than previous generations. Previous sonraki, yəni nəsillər deməkdir. Deyir, baxmayaraq ki, əksinə də despite orada təzad yaradır. Increased business, baxmayaraq ki, bizim məşğulluğumuz artıb, məşğuliyyətimiz daha da artıb bunun faizi. Müasir individuals people sözünün sinonimidir. STT lazım olacaq sözlərdəndir yoldaşlar. Müasir bu insanlar possess sahibdilər. More leisure time, daha çox boş vaxtda, nəinki əvvəl deməkdir. Əvvəlki nəsillər, generation nəsil deməkdir. Əvvəlki nəsillərə nisbətən müasir nəsillər baxmayaraq ki, çoxlu bu artan məşğuliyyətləri var, amma onlar daha çox boş vaxta sahibdilər. Bu düzgündür yoldaşlar. Çünki elə ilk cümlədə bunun haqqında danışır ki, baxın, deyir ki, research shows that even though many people feel busier than ever, we actually have more free time than in the past. Yəni, keçmişə nəzərən daha çox bizim boş vaxtımız var. Okay. Deyir ki, the primary cause of modern stress is the inability of individuals to afford travel to the countryside. Deyir, müasir stresin əsas səbəblərindən biri primary əsas deməkdir. Onların kəndə səfər edə bilməməklə bağlıdır fərdlərin. Xeyr, orada deyir ki, bunun əsas səbəbi pul, maddiyyatla bağlı, bir də şəhər həyatının çətinliyi ilə bağlıdır o stresslər. Ona görə də 11.2 olur false.
11.3 deyir ki, urban settings can have a detrimental impact on a person's cognitive functions and emotional regulation. Həmin bu şəhər həyatı insanlara detrimental zərər deməkdir. Zərərli bir təsir edir, hansı ki, kognitiv iradə ilə bağlı, düşüncə, beyinlə bağlı, beyin funksiyalarına və yaxud onların emosional tənzimləmələrlə bağlı zərər, ziyan verir həmin bu şəraitinə bağlı. Bu da doğrudur yoldaşlar. Çünki baxın, burada deyir ki, the city areas often experienced reduced memory, shorter attention spans, and weaker problem-solving skills. Və arxasıca da deyir ki, it contrasts spending time on the countryside helps restore mental energy and improved mood. Sonra it's harder to concentrate or control emotions. Yəni bu kimi sözlər bizə onu bildirir ki, həmin bu şəhər ətrafında ərazilərdə yaşayan insanlar öz yaddaşlarında nə edir? Reduce experience azalır, daha az diqqətləri bir yerə toplaya bilirlər və yaxud problem eləmə qabiliyyətləri daha azdır, weak, zəif deməkdir. Yəni burada məcazi mənada weaker işlənibdir. Mənası ondan ibarətdir ki, işləmə qabiliyyətinin zəifliyindən danışır. Və həmin bu şəhərlərdə olan, küçələrdə olan izdihamlar, hətta sən şəkillərdə də görə bilərsən bu şəhərləri, çətindir onlar konsentrasiya olsunlar, yəni fikirlərini bir yerə toplasınlar və yaxud emosiyalarını idarə eləsinlər. Ona görə də əksinə deyir, şəhər kənarda, yəni kənddə vaxtını hərzəmək kömək edir ki, onlar öz mental enerjilərini və yaxud öz əhval-ruhiyyələrini inkişaf elətdirsinlər. Ona görə də biz 11.3-ü götürürük true. In the United States, browsing in the internet is the most frequent way citizens spend their time away from work. Bu yoldaşlar yanlışdır. Deyir ki, həmin bu Birləşmiş Krallıqda insanlar işdən çox nə ilə vaxtlarını keçirirlər? İnternetdə vaxtlarını keçirirlər. Amma bizə mətndə qeyd olunub ki, görək onun haqqında da danışırdım. Baxın, the most common pastime worldwide is watching television, which takes up more than of an American's leisure time. The second most popular is using the internet and the third is shopping. Yəni birinci yerdə nədən danışdılar? Onlar televiziyada vaxtlarını keçirdilər. İkinci yerdə boş vaxtlarında onlar nə etdilər? İnternetdə istifadə edirlər. Üçüncü yerdə alış-veriş eləməklə bağlı danışırlar. Yəni birinci yerdə onların internetdə istifadəsi getmir. Onlar birinci yerdə istifadə edirlər nədən? Televiziyadan. Ona görə də bu yanlışdır. Deyir, dördüncü paragraf nə olmalıdır? Baxın, dördüncü abzasda bizdən ümumiyyətlə şəhərdə yaşayan uşaqların əziyyət çəkdiyindən danışırlar. Onlar demək olar ki, təbiətlə az-az əlaqədə olurlar. Bu da onlarda nə edə bilir? Obezlik yarada bilir, yəni köklü depressiya yarada bilir. Yəni bir növ nə edir? Çətinliklə danışır da şəhərdə yaşayan insanların. Ona görə də biz burada B variantını götürürük ki, in addition to the impact on adults, the lack of exposure to natural environments has a significant effect to the younger generation. Yəni bu cavanlara, yetişkinlərə baxmış cavan nəsildə həmin bu təbiətlə əlaqə qurmaq daha zəifdir. Və bu da cavan nəsil üçün nə edir? Significant effect. Ona görə də çox vacib rol oynayır, təsir edir bu təbiətlə az əlaqədə olmaqları. 13-cü sualda deyir, stimuli sözünün sinonimini tapın və o da B variantıdır. Psychological or sensory inputs that provoke a reaction in an organism, orqanizmimizdə olan həmin bu psixoloji və yaxud qıcıqlanma hissinə qarşı bir reaksiya deyirlər, reaksiyanı bildirir.
14-cü sualda deyir ki, compose a sentence according to the passage. The high level of satisfaction reported by the British regarding their time off is likely due to. Həmin bu Britaniyalıların ən yaxşı belə qane olduqları, boş vaxtlarını yaxşı keçirdiyi və qane olduğu vaxt nədir, nə kimi hesab olunur? Burada da C variantıdır, yoldaşlar. 14-cüdə. Deyir ki, the habit of taking brief intervals of rest and engaging with the authors. Onlar fasilələrlə nə edirlər? Belə bir vərdişləri var ki, onlar fasilələrlə istirahət eləsinlər və çöldə məşğul olsunlar. Bununla bağlı da bizə elə mətndə bunu vermişdi. Deməli, baxın buradadır. Deməli, they tend to take shorter breaks throughout the year and often spend their vacation outdoors in national parks. Okay, 15-də deyir ki, hansı sualların cavabları var və bir də deyir what specific types of light exercise are most effective for improving memory. Yaddaşı inkişaf elətdirmək üçün hansı vacib tapşırıqlar var, idman hərəkətləri var. Bununla bağlı heç bir şey deyilmir. How does the amount of vacation time in the United States compare to that in France? Yəni, nə qədər miqdarından danışır, nə cürdür bu istirahət miqdarı müqayisədə Fransa ilə United States-də. Bunun haqqında danışır elə yoldaşlar. Orada deyir ki, Italy and France offer the most vacation days while Americans get the fewest. Onlardan daha azdır. Bunun haqqında danışır. Ona görə də biz 2-ni götürürük. Bu sualın cavabı var. Müqayisəsini bizdən soruşurdu. What are the three most prevalent ways people currently utilize their spare time? 3 dənə deyir, əsas belə öncəlik olan yol nədir? İnsanlar hal-hazırda boş vaxtlarında ondan istifadə eləyir. Orada da danışırdı ki, birinci televizora baxmaq, ikinci internet, üçüncü isə shopping eləməklə bağlı. Baxın, burada danışır. Bu üçünü də sayır. Okay, digər suallarda what is the exact percentage of children in urban areas suffering from depression? Deyir, dəqiq, exact dəqiq deməkdir. Dəqiq faizin də, percentage faizin, hansı ki, şəhərdə yaşayan uşaqların depressiyadan əziyyət çəkənlərin dəqiq faizində deyir. Belə bir şey mətndə dəqiq faiz rəqəm verilməmişdir. How much money do Americans spend on shopping compared to the other leisure activities? Bunu da cavabı verməyib. Deyir, nə qədər pul xərcləyirlər Amerikalılar bu alış-verişə, digər boş vaxtlarındakı aktivitelərlə müqayisədə bunun da haqqında heç bir məlumat verilməyib. Yoldaşlar, artıq 13-cü sualdan axıra qədər, yəni 20-yə qədər qaydalarla tanış oluruq. Birinci qaydanı sizin yadınıza salın ki, sual sözlərində, sual cümlələrində quruluş belə olur ki, sual sözü, köməkçi feil, mübtəda xəbər gəlir. Görürsünüz, what sual sözüdür, amma yanında heç bir köməkçi feil verilməyibdir. Ona görə A variantı yanlışdır. B variantında which of these books you have read verir. Burada have you-dan əvvələ keçməlidir. Köməkçi feil sonra mübtəda xəbər gəlməlidir. Olmalıdır which of these books have you read. Üçüncüdə was verib, həm xəbəri yanlışdır. Managers'ın xəbəri cəmin olan ismin xəbəri isə tək verməz. Həm də told için keçmişidir və cümləni sən keçmişdə işlətmisənsə ilkin versiyasına qayıtmalıdır deyə C variantı da yanlışdır. D variantında heç bir yanlışlıq yoxdur. Düzgün formada verilibdir sözümüz. Y variantında isə deyir, you hardly ever came late, didn't it? Bu tək question'a aiddir. Yəni, əgər vergül qoyulubsa və özündən sonra sual, axırı sualla bitibsə, bu tip cümlələrdə biz diqqət eləməliyik ki, birinci tərəf təsdiq mi demək, inkardır mı? Təsdiqə qarşı inkar, inkara qarşı təsdiq veririk və hər bir cümlədə inkarlıq yaradır. Bir növ inkar nota bərabərdir, noya bərabərdir. Sən heç getmədin, ever came late, gecikmədin, gec gəlmədin. O da deyir, didn't you, elə deyilmi? Mənasında tərcümə olunur. Bu da yanlışdır. Bu tərəf onsuz da inkardadır. Buranı niyə bir də inkar verirsən ki? İnkara təsdiq, təsdiqə də inkar olur cavabımız. Choose the correct pair of antonyms. Bunu D variantı götürək. D variantı düzgünüydü. Deyir, yanlış antonim cütünü seç. Yanlış antonim cütü seçmək o deməkdir ki, biz onda düzgün
Sinonim tapacağıq. Doubtful, şübhəli, certain, əmin. Shoot, qışqırmaq, whisper, pıçıldamaq. Mysterious, həm sehirli, həm qaranlıq mənası var. Clear, aydın. Scold, danlamaq, praise, tərifləmək. Flourish, develop'un sinonimidir. Bu flourish intibah dövründə çiçəklənməklə bağlı belə bir inkişaf etmək, tərəqqi kimi tərcümə olunur. Develop da inkişaf etmək deməkdir. Ona görə də bizdən yanlış antonim cütü istəyirdi. Deməli, bizim yanlış antonim cütümüz olur flourish and develop. Yəni düzgün sinonim cütü tapdıq. The majority are in favor of banning smoking deyir. Siqaret çəkməyin çox insanın siqaret çəkməyin əleyhinə olmağının səbəbi nədir? Əksəriyyətin, çoxluğun, yəni siqaret çəkməyin əleyhinə olmaqdan yana olmağın səbəbi nədir? Yanılmağından da banning eləməyindən qadağan olmağını istəməyin səbəbi nədir? Bu da ki, bizə D variantında düzgün gəlir, logical testə aiddir bunlar yoldaşlar. Deyir ki, because it directly influences human cells harmfully. Zərərli təsir edir birbaşa insan təsirinə. Digər variantlarda deyir ki, siqaret çəkmək hesab olunmur zərərli, isn't considered deyir. In order to increase cigarette sales in the country, ölkədə deyir siqaret gəlir gətirir, artırır. Bu artırırsa niyə onda bunun banlanmağına, yəni dayandırılmağına qarşıdır çox insanın. Sonra because it brings benefit to economy, çünki o ölkəyə yenə fayda gəlir gətirir. So they will use this rule as a tool to damage humanity. Deyir və beləliklə də bu qayda insanlıq üçün ziyan vuracaq bir qayda, alət kimi istifadə olunacaq. Nə əlaqə? Siqaretin dayandırılması niyə cəmiyyətə ziyan vursun, bəşəriyyətə niyə ziyan vursun? Ona görə də logical testingin cavabı olur D variantı. 19-cu text up mətnlərdə nə edəcəksiniz yoldaşlar? Bu tip mətnlərdə birdən belə yadınızda saxlayın ki, çox cümlə o dedi, dırnaq işarəsi, bir dırnaq burada olsun, bir dırnaqsız, bura dırnaqsız başlayıb axırı dırnaqla bitsin. Belə heç vaxt başlayıb bilməz. Bir günlərin bir günü, ya nə bilim, adətən nağıl versiyasında belə başlayır sözlər. Amma digər yollarımız nədir? Gəlin biz elə birbaşa düzgün variantı istədiyim və hər birinin bir tərcüməsindən eləyə gedək. Düzgün cavabımız D variantıdır yoldaşlar. Birinci cümləmiz 8 ilə başlayır. Onsuz da hamısı 8 ilə başlayıb. Verilən variantların hər biri 8 ilə başlayıbdır. 8-ci sualda deyir ki, sözdə deyir ki, Elsa, an elderly lady, stopped to drive into a parking space when a young man in his brand new red BMW drove around her and parked in the space that she had been waiting for. Deyir ki, Eliza adlı yaşlı bir qadın maşını dayanacaq yerinə salmaq istəyirdi. Amma gənc bir oğlan öz yerini, yəni bir brand bir BMW-si ilə onun qabağından kəsdi və Elza'nın bu gözlədiyi yerə park elədi. 2-də deyir ki, Elsa was so angered that she approached the young fellow and inquired through gritted tears. Deyir ki, bizə ikincidə. Bu Elsa o qədər əsəbləşdi ki, dişlərini bir-birinə sıxdı və qəzəblənib neylədi? Ardınca deyir ki, baxın 6-cıda. I was about to park there. Mən bura park eləyəcəydim. 9-da deyir, the man looked at her with disdain and replied, that's what you can do when you are going young and bright. Cavan deyir, gülümsədi, bir belə aşağılayaraq ona bir cavab verdi ki, ona görədir ki, mən nə vaxt ki sən cavan olarsan və parlaq olarsan, onu da eləyə bilərsən. Belə mənada tərcümə olunur. 4-də də deyir ki, this annoyed Elsa even more, so she got back the car, backed it up, and then she stamped on the accelerator and rammed straight into his BMW. Deyir, bu cavabdan çox qəzəblənir Elsa. Öz maşınına geri qayıdır və var gücü ilə qaza sıxır və nə edir? BMW-ni vurur. Arxasıca da 7-ci uyğun gəlir ki, the young man ran back to his car and shouted a stunned voice. Deyir,
oğlan geri qayıdır və qışqırır ona ki, 3-də deyir ki, what did you do that for? Sən nə üçün bunu elədin? O da ona qarşılığında Ella smiled at him and said, gülümsüyür və ona qayıdır deyir ki, that's what you can do when you are old and rich. Yəni bu ona görə oldu ki, sən nə vaxtları qocalarsan və varlı olarsan, onu da eləyərsən. Belə bir mətnimiz var, ardıcıllıqda bu cür olur. 20-ci sualda 2 dənə cümlə veribdir. Bu tipdə biz nələrə diqqət etməliyik? Yoldaşlar, əgər ekran parlaqlanacaq. Cümlədə Z varsa və burada Bozov, Neyzov, Eyzov varsa diqqət etməlisiniz ki, Neyzerdə oldu. Bunlar birbaşa özündən sonra Z artiklı qəbul edə bilmirlər. Əgər cümlədə Z varsa onların oflu versiyalarına istifadə olunur. Və Bozov, Neyzerov, Eyzerov heç biri onlardan hər ikisi hər biri deməkdir. Deməli bizim köməyimizə ikinci tərəf gələcək. The hotels in the village has rooms tonight. Bu axşam kənddə otaqda neynəmədilər? Onlardan hamısı qaldı, heç biri qalanmadı. We will have to drive to the next town. Biz artıq neynəməliyik? Başqa bir şəhərə sürməliyik. Deməli, onların heç biri qala bilməyib ki, onlar növbəti bir şəhər axtarırlar da sürməyə, getməyə. Ona görə də olur Nezerov. Buranı da belə tərcüməyə əsasən götürsünüz. Və 2 dənə mətn vermişdim essay üçün. Hansı ki, birində avantaj, dezavantajlarından danış, digərlərində isə agree, disagree-ni danış deyirdim. Yenə də özünüz verdiyim təlimatlara əsasən introduction-dan, body 1, body 2-dan və conclusion-dan istifadə edərək struktura uyğun esseni yazıb, siz üçün verdiyim nümunələrlə müqayisə edirsiniz. Bugünlük bu qədər yoldaşlar. Trial 3-də görüşmək ümidi ilə gecəniz xeyrə qalsın.